6 kilometr yola 1.90 yazır, 10 kilometr kimdə 2.90 yazır. 11 manat 54 qəpik. Günün birinci yarısı qutarıb, axşamda hələ də orta dəyişmə yox. Qiymətlərlə bağlıdır ki, bu qiymətlər qalxsın, ancaq elə işləyərik. Barometrin qaynar xəttinə bu dəfə Gəncədə yaşayan Bolt sürücüləri müraciət edib. Onların şikayəti isə məsafəyə görə gediş haqlarının az olmasıdır. Gördüyünüz kimi bu günlərim Gəncə şəhərində 100-dən çox taksi sürücüsü öz etirazını bildirir. Ayniya və Bolt taksi şirkətinə bağlı. Qiymətlər çox aşağıdır Gəncədə. Şəhərdə demək olar ki 1.90 və 2.90-dan başqa qiymət yoxdur. 6 kilometr yola 1.90 yazır, 10 kilometr kimdə 2.90 yazır. Bu da ki həm maşının yanacağına, həm yağına, həm təkərinə, həm Boltun 24-25% komissiyasını ödəyəndən sonra sürücüyə heç bir şey qalmır. Demək olar ki, bütün bu sürücülər hamısının öz əziyyətləri hədər yerə çıxıb gedir. Son 2-3 ay bundan öncə daha əvvəllər də yəni qiymətlər heç yaxşı deyildi, ürəkasan deyildi. Amma bu son bir ay falan bundan qabaq baxırsan ki, ancaq şəhərdə 2 qiymət var. Yəni biz tələb edirik ki, ən azından minimum gediş 2 manat 50 qəpikdən, 2 manat 60 qəpikdən başlasın ki, sürücü də getdiyi ünvanda bir normal qiymət görsün. Aynanın tələblərinin hamısına riayət yetirmişik, sertifikatımızı oxuyub almışıq, taksi buraxılış kartı, buraxılış vəsiqəsi, hər ay 83 manat DSMF-miz, sığortamız, texniki müayinənin hamısını bütün ödənişlərini eləyirik. Lakin bunların heç birinə baxmayaraq, bu Gəncə şəhərində Bolt taksi şirkəti öz istədiyi kimi qiymətlər tarif eləyir. Biz sürücülərin heç birini nəzərə almır. Qiymətlər demək olar çox bərbaddır. Sürücülər səhərdən axşama kimi 8 saat, 10 saat xidmət göstərir vətəndaşlara. Amma lakin buna baxmayaraq axşama gedəndə baxırsan ki, 20 manat, 30 manat. Problemimiz odur ki, qadanam, bax, şəhərin hər tərəfinə 1.90-a qiymət yazılır. Yəni 1.90-a nə dolanmaq olmur, nə də maşın sürmək olmur. Şəhərin o başından bu başına yetsən 6 kilometr yol sürsən 1 manat 90 qəpiyə. Bunu elə orada düşürsən, qayıtsan, elə bir sənin günün 1 manata gəlir. Bunun benzinin, bunun yağı. Şirkət öz belə pis tutmasın, mənfəətini götürür, öz xeyrini götürür ortada. Yəni bizim həm maşın dağılır, həm arendan vermək olmur, dolanmaq olmur, yaşamaq olmur. Hamının burada pis tutmasının ümidi bir dənə bu taksi pis tutmasının peşəsi nədir? Taksi də belə gəlib belə hərəkət edir. Nə işləmək olmur, nə dolanmaq olmur, nə yaşamaq olmur. Ona görə yəni narazılığımız bir dənə bu qiymətlərlə bağlıdır ki, bu qiymətlər qalxsın, ancaq elə işləyərik. 11 manat 54 qəpik. Günün birinci yarısı qutarıb, axşamda hələ də orta dəyişmə yox. Yuxarılara demək lazımdır ki, bizim öz milli proqramımızı yaratsınlar ki, gəlsin zamanında 5%, 10% işləsin. Gəncədə qiymətlərlə bağlı, Bolt reklamlarıyla bağlı şikayətimiz var. Gəncədə bütün reklamlar dayanıbdır. Əlavə maşından heç birinə reklam bonusları verilmir, reklam vurdurulmur. Qiymətlərlə bağlı 6 kilometr yolu 1 manat 90 qəpiyə. Bu belə taksi şoförü hamısı 1 manat 90 qəpiyə 6 kilometr yol sürür. Yəni bu 6 kilometr Bakıda da məsəl üçün Bakıda da benzinin qiyməti 1 manat 15 qəpikdir, burada da 1 manat 15 qəpikdir. Bakıda qiymətlər kəllədən başlayır, Gəncədə 1 manat 90 qəpikdən başlayır. Yəni bu düzgün olan bir şey deyil. Problemlə bağlı Bolt Azərbaycan şirkəti ilə əlaqə saxladıq. Saatlarla gözləməyimizə rəğmən şirkətdən heç bir açıqlama ala bilmədik. Ümid edirik ki, taksi şirkəti ilə sürücülər tezliklə ortaq məxrəcə gələ biləcək.